noyabr 19-da Yazın usta. 1993-cü ildə noyabrın 19-da aləmə ikinci sevinç bəxş olundu. Bu mənim qızım Nərmin idi. Nərminin həyata gəlməyində hamıdan çox sevilən atası idi. Nərminin adını da ona mən vermişəm. Nərmin çox sakit bir uşaq idi balası vaxtda. Bəzi çətinliklərimizə baxmayaraq, mən heç vaxt Nərminin asılsız olmağını ona hiss etdirməməyə çalışmışam. 2000-ci ildə Nərmin 1-ci sinifə getdi. Məktəbdə də çox fəal, ağıllı bir qız idi. 2011-ci ildə orta məktəbi bitirdi. Bakı İdarə Etmə və Texnologiya Kollecinə daxil oldu. Məktəbə daxil olan vaxtı işləməyə də başladı. Nərmin həmişə işləyərək, oxuyub həm də işləyib. Gənc yaşlarından tez işləməyə başlayıb. Həmişə mənə arxa dayaq olub. Hər bir harda işləsə də, həmişə məktəbdə də heç yox Nərmin mənim üzümü qara eləmir. Həmişə o özünü aparmağı ilə həmişə mənim üzümü ağ eləyib. Davranışıyla harda işləsə də həmişə də hörmət qazanıb. Bugün də Nərminin az günüdür. Nərminə həyatda hamıdan ən vacib olan can sağlığı, bizə hər bir qadına olan qadın xoşbəxtliyi arzu edirəm. Nərminin nə arzular var, hamısı həyata keçsin, ürəyindən nə keçirsə, mənim də görmədim bütün günlər o görsün. Amin.